Yaramam, ay yar, könlümün sevgili məhbub məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman, vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Ay aman, yar ay aman, ey sev məni, sən mənim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanat verən, mənə qanat verən oldu diləksən. Adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Ay aman, yar ay aman, ey aman aman. Aman aman, ay aman aman, yar aman aman, yar. Yanı be buralar. O yedim gətirim. İnternetinizi düzəldim. Əməlli başlı yanıb keçib bura.
17 aprel 2026-cı ildə Dəli başındakı bu qar hələ də durur və başlı belin ərazisinə düşmək üçün bu hissədə bu məşhur qayanın yanında durmuşuq və gördüyünüz kimi bura bu inşaat ərazisinin yanından çıxan bir yoldur. Burada bir dərin kanyon var aşağıda. Deməli əsrik daha sonra biz Qaraçanlı xallanlıq ərazilərdən başlı belə keçirik həmişə. Çayın suyu hədsiz dərəcədə azdır. Yağışlar yağmağına baxmayaraq dağdakı demək olar ki, hələ qar ərməyib. Baxın. Məsəl üçün tam da gün vurur, amma formada hələ də qar qalıb. Belə bir maraqlı vətən səfərinin də başlanğıcı buradan başlayır. Bugün başlı beyimizə ziyarət edəcəyik. Təəssüf ki, orada telefon şəbəkəsi yoxdur. Buna baxmayaraq biz orada internetimizi təmin edə bilirik, amma yəni burada telefondan tutur deyə telefonla danışmaq üçün bura çıxmışıq. Bu da hər il üst-üstə yığılıb bitən otdan nümunə. Əgər ki, dağdaşdır, elə bir şey yoxdur. Quşların səsi, gözəl təbiət və vətən. Davamını inşallah çəkib paylaşarıq.
Xaloğlu. Vəziyyət nə yerdədir? Gözəl yapıb buradan. Hansı gözdədir? Hə. Bu közdə bunu. Bunlar niyə kənara qoymuşsan ki? Yanırdı. Aa, qəşəng deyib yapışır. Deməli başda köz var. Bu ağacın elə güclü közü olmur. Söyüdür ha, bu nədir? Söyüd. Amma da yəni buna tövq ətinə elə güclü köz lazım deyil ki. Yox, lazım deyil. Hələ imkanlar var da, o dərini çıxartmaq lazım ki. Dərini əl dedi ki, çıxardaq. Mən dedim ki, çıxartmaya bilərsiniz. Əli də burada can fəşanlıq eləyir. Son şət aşiklik yoxdur. Onu bastırarıq, şət taxma. Hı? Burada işə sərgənə o belə doğruruq. Çöl şəraiti olmağına baxmayaraq. Yəni, dollantı aratılmış. Əli burada düzəldib, çayımız da isinib. Gedək göyə Şahbaz müəllim nəyə su eləyib. Xaloğlu, vəziyyət yaxşıdır. Şiir yəni. İnşallah. Əmələ gələcək. Əsas məsələ əmələ gəlməkdir. Dərisi çıxartmamışıq, ona görə qaralıb. O heç, dərisi qarala bilər, təbiidir. Əsas pişsin. İstəyirsən onun dərisini çıxardaq. Yox, elə çıxaranmaya. O heç, o dəridə olanlar qaralacaq. Amma yenə də yəni kənd yerində əsas bizə lazımdır. Yeyə yac qalmayaq. Dünənləri getdim, tam oradakı kahaya çıxdım. Onu da buradan göstərə bilərəm. O kahanı. Mən burada tam mərkəzdə, onu siz görürsünüz. Baba, buradadır. Onun içində 2 dənə kaha var. Bunun içində 2 dənə kaha var. Tam burada onun içərisində burada 2 ədəd kaha var. Bunun içinə girəndən sonra biri sağdadır, biri soldadır. Birinci girirsən elə bir ki, plaşakka kimi. Bir dənə otaq. Ondan sonra sağında və solunda da 2 dənə kaha. Elə bir 3 otaqlı bir kahadır. Rahat get, yaşa içində. Amma bumbuzdur. Əli, bu kaha var ha. Dünənləri bura getmişdim.
Onun içində buz var idi və buz kimi idi ora. Buz kimi idi. Və maraqlıdır ki, orada yəni qalmaq olmaz. Nə qədər uzaqdadır. Yenə də biz getdiklə ora çıxdıq. Maraqlıdır kəndimiz bizim ümumilikdə. Artıq yaşıllıq var. Başlı beldə. Və biz yavaş-yavaş da olsa, hələ tam köçməsək də gəlib, gedib kəndimizi ziyarət edə bilirik. Dünən də düz bu barmaqların zirvəsindən canlı yayım elədim. Təbiəti yandırmışdılar. Qanmaz adamlar da olur, bax belə. Şükür sönüb indi. Hər şey qaydasındadır. Aprel ayı olmağına baxmayaraq dağlarda qar var. Ümumilikdə axşamlar çox soyuq olur. Gecə şaxta güclü olur. Sənin üçün adi bir yorğanda yatmaq çətin məsələ olar. Pes yanmasa. Soyuq olur. Dərədən su gəlir. Yayda bu su quruyur, indi belə düzəltmişik. Burada belə əl yumağa yerimiz falan var. Hə, gözəldir. Uşaqlar deyəsən çəkdi. Hazırdır, yoxsa yox? Ona elə qaşıma ehtiyac yox, tütün soymaq olur. Əlinlə belə götür, soyub verir də. Xəyaladır. Hə, doldurun qazana, qazanın amma közün üstə qoyun, onda daha qəşəng olur. Belə, hələ ki hava normaldır, amma axşam çox soyacaq. Hətta yerdə qrov da olur. Salat hazırdır. Salatı əlim hazır edib.
Çok güzel. Hazır. Ama çölde yer yoksa içeride. İçeride rahat oturak vereceğim. Ya ne yerim? İçeride yerim. Çölde yer yaxşı. Elə buralarda gətir. Yerdə oturaq daha rahat. Deməli, belə. Gəldik və çıxdıq bura. 13,5 dərəcə. Yaxşı yığıb. Daha burada göstərə bilərəm ki, deməli, güneş olmamağına baxmayaraq, burada, baxın, aparat 13,5 dərəcə, əstağfurullah, 13,5 volt bizim enerjimiz var. 12 voltluq aparat hal-hazırda 13 volt enerji ilə dolursa, bu əladır. 13-14, 13-16 volta qədər onsda qoymuşam ki, aparat yüksək səviyyədə şarj olub, ömrün qısaltmasın. Bu akkumulyatorlar çox balaca olduğu üçün bunlar 12 volt 9 amperdir. Bunların 10 volt yarım minimum işlədə biləcəyiniz 10 volt 10,5'e qədər işlədə bilərsiniz. Amma 10 voltdan sonra 10,5'dən aşağı işlətmək ömrün qısaldır. Və bir də 13-16'ya qədər depolamaq standartlarda uyğundur. Daha çox depolamaq ziyandır. Özü isə standartda sadəcə boş vaxt olanda, işlətmədiyi, heç bir vaxt enerji işlətmədiyində standart olaraq 12 volt olur. Hətta üstündə yazıb Initial Current Ampere yazılıb. Yəni ki, burada 2,7 amper göstərib, 9 volt olmağına baxmayaraq 2,7 amper yerdə güclü bir göstərgi deyil, amma işimizi tam görür. Yəni, səhərə qədər işıq sistemimizi bu bizim qarşılaya bilir. Gözəl bir işıq ola bilir, rahat istifadə edə bilirik. Məktəbimiz də burada görünür. Gözəl məktəbimiz. Burada da portlu kağıtlarını görə bilirik. Şəhidlərimiz bu çağlarda dünyasını dəyişiblər. Bu çağlarda buralardakı dağlarda gizləndirdilər. Mülki şəxslərimiz və onlar 113 gün bu başlı beldə mühasirədə qala bilmişdilər. Allah dünyasını dəyişən şəhidlərimizin ruhunu şad eləsin. Mühasirə həyatından 70'dən çox adamdan sadəcə 28'i sağ qalmışdı. Şəhid olmuşdular, əksəriyyəti əsir düşmüşdülər. Daha beləcə bir ağırlı, acılı bir gün yaşamışıq. Allah şəhidlərimizə rəhmət eləsin.